Hə, çoxdan da deyinmirdim. Çoxdan da deyinmirdim və həqiqətən də düşünürəm ki, bu Azərbaycan-Fransa oyunu əsnasında baş verən bir neçə də məsələ var ki, oyunla bağlı öz fikrimi bildirməsəm olmur. Bunu ancaq öz Telegram kanalımıza deməkdən bezmişəm. Çünki orada o belə yumru yaza o gedib hardasa yuxarıda qalır. Amma YouTube elədir ki, yazdın, qaldı. O paylaşır, bu paylaşır. Shortslara da beləcəm bunu. Ona görə də abunə olun. Bütün nə lazımsa bunları eləyin və keçək əsas 3 məsələyə ki, bunlar barəsində mütləq şəkildə mən öz fikrimi bildirməliyim, yoxsa ürəyim partlayacaq. Birinci məsələ və məni həqiqətən də özümdən çıxardan bir məsələlərdən biri oldu. Ümumiyyətlə, bununla bağlı bir neçə dəfə belə pasiv şəkildə danışmışam. Daha çox bununla bağlı klublar, milli nümayəndələr və s. və axır məlumatlıdır. Amma geniş auditoriya qarşısında bunu heç vaxt deməmişəm və düşünürəm ki, hal-hazırda bunu deməyə artıq vaxtı gəlib çatıb. Çünki artıq elə bir həddə çatmışıq ki, bu məsələni elə şişirdirlər, elə yağlı şəkildə verirlər ki, adam qalır vaxt belə ki, ay Allah, onda mən nə işlə məşğul oluram. Deməli, bu Azərbaycan-Fransa oyunu astanasında belə bir xəbər və video yayıldı ki, AFFA-nın ictimaiyyətlə əlaqələr üzrə şöbəsinin nümayəndəsi Tövrə Əhmədova blogerin üstünə hücum çəkərək, bu cümlə çox mənə xoşuma gəldi. Hücum çəkərək onun akreditasiyasını əlindən aldı və bu videoya baxdım. Bu videodakı akreditasiyası alınan blogeri tanıdım və buradan bildirmək istəyirəm ki, Tövrə xanım tamamilə düzgün eləmişsiniz. Sizin bu məsələdə yeganə səhviniz bəlkə də ondan ibarətdir ki, siz bu şəxsə akreditasiyanı öncədən vermişsiniz. Amma olur, bu problem deyil. Yaxşı ki, elə oyunun astanasında siz bu problemi görərək onu elə necə lazımsa çözmüsünüz. İzah edeyim nəyə görə? Çünki birinci məsələ bu bloger damğası məsələsi var. Və ona görə mən özümə bloger deyəndə biraz ətim ürpəşir desəm, məncə heç səhv demərəm. Çatanda kim ki əlinə kamera götürür, kim ki 3 dənə cümləni bir-birinə güclə bəla ilə bağlayır və başlayır nəsə öz aləmində nəsə yayımlamağa, ona bloger damğası vurulur ki, bu blogerdir. Elə bir dənə blogerin də bax belə səhvinə görə digər blogerlərdə hansılar ki, həqiqətən də nəsə eləmək istəyir ki, Azərbaycan futbolunda belə blogerlərin sayı minimal saydadır. Söhbət keyfiyyətli blogerlərdən təbii ki gedir. Ümumiyyətlə, mən bloger adlandırdığım insanlar sırf bax bu işi peşəkar şəklində görən insanlardır və onlar çox azdır. Qalan kim ki kamera ilə, nə bilim, əlində qələmlə və s. və axır fırlanırsa, mən bunlara bloger demirəm. Onlar sadəcə olaraq, nə bilim, nəsə haqqında yazarlardır, çəkərlərdir, nəsə məşğul olan insanlardır. Videoda gördüyünüz bax bu şəxs konkret olaraq nəyə görə bloger sayılır, nə fəaliyyəti var, bunu da təbii ki mən bilmirəm, amma indi belə adlandırılıb deyirəm, bunun üzərindən də gedəcəm. Nəyə görə mən deyirəm ki, Tövrə xanım bu epizodda tamamilə düzgün edib? Çünki bu şəxsin meydan zamanında, yəni oyun gedən zamanında etdiyi hərəkətləri, gördüyü işləri mən öz gözlərimlə görüb, vaxtı ikən Azərbaycan Media Liqasının oyununa belə akreditasiya almasının qarşısına almışam, meydana gəlib. Orada da onun akreditasiyasını almışam və onu meydana buraxmamışam. Ki bu hərəkətimdə tam olaraq əminəm. Nəyə görə? Çünki 2023-cü ildə o başı bəlalı Qarabağ-Braqa oyununda, harada ki biz həqiqətən də tarixi comeback yaşadıq, orada emosiyalar tamamilə fantastik gedirdi və bu oyunda həddindən artıq çox bloger və fotoqraf və videoqraflar var idi. Deməli, məsələ nədir? Bəs bu gördüyüm şəxslə, mən ümumiləşdirib hardasa danışa bilərəm, amma bu şəxslə bağlı gördüyüm məsələ budur. Gördüyünüz bu şəxs həmin Qarabağ-Braqa oyununda hansısa bir materialı hazırlamaq əvəzində 90 dəqiqə əlində telefon, TikTokda canlı yayımda nə deyirlər ona, PK eləyirdi. Canlı yayımda dostu ilə danışırdı. Ki onun məqsədi meydana gəlib hansısa kontent çıxartmaq deyil. O content maker deyil, bu bloger deyil. Bu şəxs sadəcə olaraq mən buradayam, mən meydandayam, baxın, görün mən hardayam fəaliyyətindən asılıdır. Və həmin o epizodun da məsələsində nəyə görə Tövrə xanım ondan akreditasiyasını alıb, mən də sizə onu açıq-aydın göstərə bilmirəm. Əlində gəlib professional kamera ilə. Bundan soruşanda ki, qardaş, sən oyun əsasında nə çəkibsən? Bir göstərə görək, baxaq və s. və axır. Deyib ki, kameram işləmir, nə bilim, və s. və axır. Aydın məsələdir ki, heç bir bu fəaliyyətə aid olan iş görməyib deyə, ona görə Tövrə xanım rahat şəkildə onunla akreditasiyasını alıb və çıxışa doğru yola salıb.
Belə insanların ümumiyyətlə nəyə görə meydan kənarında əlində akreditasiyası ilə gəzməyi mənə çatmır. Mən çox xahiş edirəm ki, aidiyyatı qurumlar varsa, əgər indi ola bilsin ki, Törə xanım da ona yəqin ki, bu akreditasiyasını onun PFL tərəfindən verilən o bloger akreditasiyasına görə də verilib. Hər səhifəsi olan, nə bilim, maski satışı səhifəsi olan şəxs bloger sayılmır. Onun bir futbol camiyyəsində nəsə gördüyü bir iş olmalıdır ki, hər hansı bir blogu olmalıdır ki, hər hansı bir vlogu olmalıdır ki, bu insanın heç olmasa bir şəxsi fikrini ortaya qoyduğu bir nəsə olmalıdır ki, sən ona bloger deyəsən. Mən internetdən şəkillər götürüm, onu Instagram səhifəsində paylaşım. Instagramma bir 50.000 panel vurmaqla insan bloger olmur. Və bu insanların tamamilə mənasız şəkildə həmin meydanlara buraxmağın nə mənası var, mən onu başa düşmürəm. Bu keçən il, bundan öncəki il Qarabağın oyunlarında da olurdu. Qarabağ-Braqa oyununda o problemin çıxmağının əsas səbəbkarı da məhz bax bu mənasız və naməlum blogerlərin olmasından irəli gəlirdi ki, gəlir, bu da sənin üçün çox adekvat bir reaksiya. Ona görə də Törə xanım, əladır, hər şey tamamilə sizin bax bu hərəkətinizi dəstəkləyirəm və mən düşünürəm ki, bu məsələ ilə bir mənalı olaraq mübarizə aparmaq lazımdır. Hər hansı bir qaydalar, qadağalar varsa, onları izah edilməlidir ki, bu məsələlər olmaz və sənin ümumiyyətlə meydanda, meydan kənarında dayanıb hər hansı bir fəaliyyət göstərirsənsə, bunun bir yekun bir hesabatı olmalıdır. Yəni sən şəkil çəkmirsənsə, şəkilləri göstərməlisən, hardasa paylaşmalısan, bunlara istinadən hər hansı bir link göndərməlisən. Bu əgər video çəkiliş formatını icazə verirsə, bir vlogdursa, bir nə bilim geniş videodursa, icmalısa, onun yekununu sən hardasa göstərməlisən. Yox, mən əlimə professional fotoaparat alım, gəlim, oturum meydanın kənarında və sadəcə olaraq biletə pul verməmək dərdindən bu oyunu bax buradan izləyim, hansısa oyuncunu yaxından görüm, bu blogerlik deyil. Və bununla da bax belə hərəkətlər etməklə də siz Azərbaycan futbolunu, Azərbaycan millisini və ümumiyyətlə Azərbaycanda baş verən hər hansı bir mühüm bir hadisələrin işıqlandırılması ilə bağlı həqiqi blogerlərin yolunu bağlayırsınız. Bax problem bundan ibarətdir. Ona görə də bu məsələ ilə bağlı mənə elə gəlir ki, tamamilə geniş öz fikirlərimi bildirdim. Keçək ikinci məsələyə. İkinci məsələ Azərbaycanda Nəriman Axundzadə fenomenidir ki, mən bu fenomeni başa düşmürəm. Daha doğrusu fenomenin yox, ona qarşı olan bu nifrət, bu deməli heyt, bu ələ salmalar və s. və axır. Niyə görə? Çünki Nəriman Axundzadənin Braqa ilə oyunda vurduğu o tarixi qolu hər birimiz çox gözəl xatırlayırıq, xatırlamalıyıq və buna görə ona təşəkkürümüzü bildirməliyik. Çünki bu həqiqətən də Azərbaycan kimi futbolu o qədər də çox inkişaf etməmiş ölkə üçün fantastik tarixi nailiyyət idi və bu nailiyyətin əsas banilərindən biri məhz həmin oyunda Nəriman Axundzadə idi. Bu birinci məsələ və bu qol ona bir neçə il sonraya da çox böyük bir qandikap, bir ixtiyar verir ki, o həqiqətən də Azərbaycan futbol tarixində bir müəyyən bir böyük bir zirvə olmasa da hər hansı bir yeri tutur və bu yer danılmazdır. Sadəcə olaraq bir neçə mövsümdür ki, artıq onun belə deyək də realizasiyası ilə bağlı olan problemlərində ki, bu elə də katastrofik problemlər deyil, amma bu psixoloji vəziyyətdə olan futbolçunun bu kimi problemlərlə qarşılaşması kifayət qədər normaldır və bunun səbəbkarı məhz bax bu kütləvi şəkildə ona qarşı olan bu aqressiyadır ki, mən bu aqressiyanı tam olaraq başa düşmürəm. Mənə elə gəlir ki, bax o vaxtdan bu klişedən yapışan böyük bir kütlə indiki dönəmdə sadəcə olaraq hər bir postun altında özünə borc bilir ki, hər hansı bir uğursuzluğu Nərimanın adı ilə bağlasın, onu sinonim eləsin, yapışdırsın hansısa videonun postunun altına, onun üzərindən də bir 5-6 dənə like alsın, amma yekunda hər şey bir o qədər də asan deyil, o qədər də sadə deyil. Əminəm ki, ümumiyyətlə sosial şəbəkələrdə kimisə təhqir edən insanlar bunu heç vaxt həmin insanın üzünə deyə bilməzlər. Bu ümumiyyətlə insan cılızlığından xəbər verən bir məsələlərdir. Bunu da atdığı bir kənara. Mənə elə gəlir ki, dövrün indiki vəziyyətində də Nəriman haqqında bax bu tip aqressiv və atmacalı, ələ salmalı postlar paylaşan insanlar deyəsən ümumiyyətlə Qarabağın oyunlarını və Qarabağın Çempionlar Liqasındakı oyunlarını izləmirlər. Çünki Nərimanın ən azından Kopenhagenlə çox çətin oyunda
meydana çıxması, bir düzdür 1-0 hesabı ilə irəlidə idi. Kopenhagen orada kifayət qədər intensiv hücum edirdi. Orada onların gol vurması çox yaxın idi, amma məhz onun ötürməsindən sonra Adayın vurduğu gol bu oyunla bağlı bütün sualları bağladı. Bundan sonra nəyəsə görə hamı Nərimana təşəkkürü bildirməli, nə bilim belə tərifi postlar yağdırmadı. Yenə də belə göz qulağı verib onu elə başından elədilər ki, hə də Adday malacec, Adday gol vurdu. Nəriman haqqında isə danışan olmadı. Ki bu da öz növbəsində insan psixologiyasına gətirib çıxardan bir məsələdir. Biz negativi daha belə geniş kütləviləşdirə bilirik, amma hər hansı bir pozitiv bir məqam olanda onu qəti surətdə, yəni hansısa bir futbolçuya bağlaya bilmərik. Niyə görə? Çünki sonra deyərlər ki, sən 200'lü adamsan da, sən buradan Nərimanı təhqir edirsən, buradan da nə olsun, hep pasada atmalıdır da, nəyə görə o boyda pul alır ki, bu yenə deyirəm, Qarabağın bu mövsüm Çempionlar Liqasındakı olan performansı tarixi bir məsələdir və fakt deyil. Şərt deyir ki, gələcəkdə bu öz təkrarını tapacaq. Çünki tək ki olsun, tək ki bu baş versin, amma hazırki realiyalar əsasında bunun gələcəkdə təkrarlanması bir o qədər də yəni 100%'lik bir məsələ deyil. Amma Nərimanı biz linçləyə bilirik. Və ikinci məsələ də ondan ibarətdir ki, bunu yenə deyirəm də, bu realizasiyaya bağlayanlar var ki, Nəriman təkbətək çıxır, gol vura bilmir və s. və ilaxır. Çox xırda bir nüans, bir ad çəkəcəm. Futbol tarixində ümumiyyətlə heç bir nailiyyəti olmamış Fernando Torres adlı bir futbolçu var. Cəmi cümlətanı Avropa və dünya çempionudur. Hətta səhv eləmirəmsə 2 dəfə Avropa, 1 dəfə dünya çempionudur. Nəsə bunu qoyduq qırağa. Onun Liverpooldan Chelsea keçdiyi dönəmlərdə eyni məsələ idi. O kütləvi agresiya xeyt ona gətirib çıxartdı ki, Liverpoolda fantastik mövsümlər keçirdən Fernando Torres Chelsea'də boş qapıya gol vura bilmirdi. Bu psixoloji amildir, başa düşürsünüz və siz onsuz da Azərbaycan futbolunun o qədər də geniş resursa malik olmadığını bilə-bilə bu agresiyanı yönəldirsiniz, bunun bir alternativini vermirsiniz və üstəlik hələ futbolçunun nəyə görə bu vəziyyətdə olmağını heç fərqinə də varmırsınız, bunu düşünmürsünüz. Sadəcə düşünürsünüz ki, hə, adam gol vura bilmir də, bacarmır. Nəticə bu insan necəsə gəlib Qarabağda oynayır axı. Necəsə Qurbanov buna Kopenhagen'dan oyunda 60-cı dəqiqədə şans verir axı, onu meydana buraxır axı. Yəni biz Qurbanovun futbol biliklərini sualla yanaşa bilmərik də bu ölkədə. Bu insan Azərbaycanda canlı adlı stadion qoyulmalıdır, nə bilim abidələr ucaldılmalıdır. Çünki Azərbaycan futbolunu o yüksəklərə daşıyan ilk insan Qurbanovdur elə. Və bu bəsit resursumuz ola psixoloji bu agresiya futbolçunun üstünə. Sonradan təbii ki, onun o qapçı ilə təkbətək çıxanda gol vurmaqdan yox, səhv etməkdən qorxur. Başa düşürsünüz, o dərəcəyə çatdırmışıq. Və onun günahkarlığı, hardasa təbii ki, Nərimanın da tənqid olunması məqamları var, amma onun günahkarının böyük pay sahibi də elə biz azərkeşlər idi. Bunu nəyə görə demirik? Və daha sonra Azərbaycan-Fransa oyununda hansısa uşaq meydana çıxır, oyundan sonra da deyirsiniz ki, meydana çıxan o uşaq Nərimandan daha çox qaçdı. Fransaya qarşı oynayır, salamatçılıqdır. Fransanın 4-cü heyətdə Azərbaycana gəlsəydi, biz hər birimiz, futbolçular da, məşqlər də, Fransa millisi də, azərkeşlər də, hamısı çox gözəl başa düşür ki, Fransa millisinin 4-cü heyətdə Azərbaycan millisindən fərdi olaraq daha qat-qat üstündür. Bu reallıqdır. Nə gözləyirik biz onda? Kişi oyunlarda nə gözləyirik ondan? Əgər o bilir ki, o bu dəqiqə gol vurmasa, yenə bir tığın agresiya gələcək. Onsuz da futbolumuz dənəciklərlə yığılır da. Mən yenə deyirəm, bu milli Ayxan Abbasovun başlığı altında vuruşur. Bacardığı qədər vuruşur. Amma bu Ayxan Abbasovun tam ciklı da deyil. Biz ona martdan sonra baxacağıq. Ona vaxt vermək lazımdır. Və futbolçularımızı da linçləməkdənsə onlara bir motivasiya vermək lazım. Sən İngiltərə milli komandası deyilsən ki, sənin 88 dənə mərkəz hücumçun olsun və sənin bir dənə səhvə görə o futbolçunu yığışdırıb onun yerinə başqa futbolçu qoymaq şansın var. Yoxdur səndə bu potensial, yoxdur səndə bu resurs. Ay Azərbaycan azərkeşi. Təbii ki, sözümü hər bir kəsə şamil etmirəm, amma sözüm ümid edirəm ki, ünvanına gəlib çatır. Yəni, bunun bir çıxış yolu olmalıdır da. Söhbət də budur. Ona görə mən Nərimanı dəstəkləyirəm. Mən istəyirəm ki, Nərimanında hər şey yaxşı alınsın və o gələcəkdə öz qollarının sayını artırsın və özünə inamı artırsın. Bu qədər sadə. Üçüncü məsələ isə Azərbaycan futbolunun daha bir
nümayəndəsi Şahrudinlə bağlıdır. Ümumiyyətlə, yaxşı ki, Şahrudinlə Nəriman Axundzadə Azərbaycan futbolunda var. Yoxsa mən bilmirəm ki, bir çox söz sahibləri bu kütləni necə yönəldəcəkdilər. Belə nə olursa Nərimanla Şahrudinin üzərinə atılır. Üçüncü qolla bağlı məsələ, oyun bitdikdən sonra Şahrudinin bu limitlə bağlı bir müsahibəsi oldu. Mən deməzdim ki, Şahrudinin dediyi fikirlə tam olaraq razıyam və yaxud tam olaraq razı deyiləm. İstənilən limitlə bağlı olan qərarın həm yaxşı, həm pis tərəfləri var. Şahrudin özünə görə pis tərəflərini açıqladı və onun da təbii ki, bunu deməyə əsasları var. Sonda deyəcəm nəyə görə. Amma legioner limitinin də öz üstün cəhətləri var ki, onu da mənə elə gəlir ki, burada izah etməyə ehtiyac yoxdur. Ki, bütün yenə də oyun bitdikdən sonra geniş aqressiya yenidən Şahrudin istiqamətində oldu. Nə var, 3-cü qolda avtoqol oldu. Ki, oyunun bu epizoduna ümumiyyətlə heç kim elə gəlir ki, baxın, bunu incələməyib, onu analiz etməyib və ona görə də hələ dayanmadan bax, bu şərhlər davam edir. Deməli, küncdən zərbə zamanı Krivalchuk topa yönəlir. Onun qarşısında Luka Hernandez idi və mən belə başa düşürəm ki, Şahrudin orada Krivalchuka görə hərəkət edirdi. O, ya Krivalchukun topa artıq toxunacağını hiss edib dayandı ki, bu normal bir şeydir, ya da onun toxunacağını bilib-bilməyib də ona görə bir reaksiya vermək istədi. Gecikdi insan, okey, bu fərdi şeydir, qapıcı səhv edə bilər, qapıcı səhv etmir adlı bir qayda yoxdur. Kasilyasından tutmuş, Buffonundan tutmuş, Noyerindən tutmuş, dənilən qapıcı səhv edə bilər. Sadəcə olaraq Şahrudinin bir dənə böyük mənfi cəhəti var ki, bu şəxs bəxtsizdir. Misal üçün, Sumqayıtla olan o qol, nə bilim, bir çox qollar olub ki, 1000 dənə başqa qapıcı dayansın, bu epizod baş verməyəcəkdi, amma məhz Şahrudin qapıda deyəndə elə bir ki, bax, bu epizod baş verməlidir və baş verdi də. Daha sonra top düşür Thuramın qabağına. Thuram qapıya zərbə vurur, top onsuz da qapıya gedəcəkdi. Bu onsuz da qol olacaqdı, amma Şahrudin heç olmasa son saniyəyə kimi vuruşaraq, əziyyət çəkərək, artıq zədə məsələsi var idi, o ikinci zədə səbəbindən meydanı tərk elədi. Sona kimi mübarizə aparıb, əlini topa atdı ki, toxunsun, topu çıxarsın, top əlinə dəyib qapıya girdi, avtoqol saldı və salam. Oyuna baxan, baxmayan, hamısı başladı ki, Şahrudini çıxardın və s. və laxır. Yenə də qayıdırıq resurs söhbətinə. Neçə dənə bizim Azərbaycan millisi səviyyəsində qapıcımız var ki, biz Şahrudini çıxardaq, onun yerinə o qapıcını qoyaq. Birinci məsələ ondan ibarətdir ki, mənə görə Azərbaycan futbol tarixinin ən yaxşı qapıcılarından biri, ən azından fərdi bacarıqlarına görə Şahrudin Məhəmmədəliyevdir. Bu subyektiv fikirdir, bununla razı olmaya bilərsiniz təbii ki, amma fərd olaraq bu fikri səsləndirməyə mənə gəlir ki, ixtiyarım var. Mən ən azından bunu belə görürüm. Digər tərəfdən isə kim? Və Şahrudinin həmin o müsahibədə də bildirdiyi bir məsələ var idi. Dedi ki, yaxşı, qoyduq mənə kənara. Azərbaycan millisində, indiyə kimi son dövrlərdə əsas qapıcı olan futbolçulardan, yəni qapıcılardan yalnız Səlahiyyət Ağayev idi ki, o Sumqayıtın əsas qapıcısıdır və yaxud olub. Heç bir başqa qapıcı nə Rızası, nə Aydın, nə Şahrudin. Heç biri komandasının nömrə 1 deyil. Hardan çıxmalıdır o? Kimi təklif edirsiniz? Deyin. Bu qədər sadə. Bu qədər sadə, dostlar. Belə, yenə də dedim ki, bir 5-10 dəqiqə deyinərəm, yenə də sözləri, fikirləri mənə apardı uzaqlara və s. və laxır. Ona görə də bunu kompensasiya eləmək məqsədi ilə sizə, bax, videoda da görürsünüz, Azərbaycan-Fransa oyunundan sonra Jules Koundé'ni tapdım. Ona bu formanı imzalatdım. Düzdür, Mbappé'nin formasıdır. Çünki mən Mbappé'ni gözləyirdim. Amma Mbappé gəlmədi. Ona görə dedim ki, belə, Realdan sonra və yaxud Realla bərabər hansı komanda var? Fransa, Barcelona kim oynayır? Jules Koundé. Bax, bu formanı qazanmaq istəyirsinizsə, videonun sona kimi izləyirsiniz. Bizim kanala mütləq şəkildə abunə olursunuz və şərh bölməsində video ilə bağlı, ümumiyyətlə, səsləndirdiyim fikirlərlə bağlı öz fikirlərinizi də səsləndirə bilərsiniz. Tənqidə açığam, heç bir problem yoxdur. Təhqir edən insanları təbii ki, heç bir yerimə almayacağım. Sadəcə blok edib göndərəcəm qırağa. Əsas məsələ ondan ibarətdir ki, əgər biz müzakirə eləmək istəyiriksə, bunu konstruktiv, mədəni şəkildə edə bilərik. Öz fikirlərinizi səsləndirin, öz düşüncələrinizi də şərhlərdə yazın. Mən onları oxuyuram, buraxdığım şərh olmur heç vaxt.
Ona görə də sizdən bax bu geri dönüşü gözləyirəm. Bir daha formanı qazanmaq üçün kanala abunə, videonu sona kimi izləyirik, şərh yazırıq və videonu mütləq şəkildə like eləyirik ki, daha uzaqlara getsin. Həlli isə bu qədər. Biraz dedik, danışdıq. Ümid edirəm ki, maksimal dərəcədə ədalətli bir mövqe ortaya qoya bildim. Həlli isə özünüzdən və yaxınlarınızdan müğayət olun. Gəlir görüşlərə dək. Sizlə mən idim Ali Futbol. Sağ olun.